zindanlarımızla və yeni zindanlarımızın ailəsi ilə bağlıdır. Lütfən teknik otağından xahiş edirəm ki, videolar varsa, o videolar, qısa videolar voisinlər baxmayaraq ki, bir çoxları bunları görübdür. Amma önəmli deyil. Önəmli budur ki, daha çox yayılsın və daha çox millətimiz bu rejimin məzalimi ilə, zülmləri ilə tanış olsun. Lütfən videolarımızı qoyuz. Yeni bir videodur. Əzimi Qədim bəydən və başqa ailələrimizdən. Hətta mürəxəssisin də vermirlər. Vizarət qoymur, rahatca yazır, zabit müxalifət elədi. Zabit kimdir? Vizarət İttilatın bir dənə 35 yaşında bazıcısı. Bir gün karşınas deyirlər, bir gün zabit deyirlər və müxalifəti Dağıstanı mütəqaüd edir ki, icra-i əhkam qazisinin pişnahadını rədd edir. Qazi icra-i əhkam yazır, mən mürəxəsi ilə müvafiqəm. O yazır, zabit yazır müxalifəm. Qazi yazır, mən azadi məşrutla müvafiqəm. O yazır müxalifəm. Dağıstan onun sözünü tutur. Buradadır ki, biz deyirik qüvvə-i qəzaiyə Vizarət İttilatın barmaqları ilə Xeymə Şəbbazı ərusəki kimi oynayır. Bura gəlir çatır ki, bir gün yadınızda olsa mən... این تماس از زندان Başqa videolarımıza zəhmət olmasa qoyuz. Hörmətli həmvətənlərə, bugün 20 gündür ki, Tahir Nəqəvi ədalətsizliyin qarşısında axır nəfəsinə qədər dayanıb, canını boğazına yığıb, aclıq etisabına canın bağışlayıbdır. Bu bir zindaninin axır harayıdır. Mən onun bacısıyam. Bu zülmün qabağında onu heç zaman tək qoymayacağam. Bugündən ibarət mən də qardaşım kimi aclıq etisabına qatılıb, canımla onun səsi və ədalətin davamçısı olacağam. Yaşasın azadlıq, yaşasın azadlığı sevən insanlar. Başqası varımızdır, qoyuz zəhmət olmasa. Millətimizə. Zülm və ədalətsizliyin qabağında bir məhbusun axır səngəri aclıq etisab edir. Bugün 21 gündür Vədud və Tahir bəy Nəqəvi bu nöqtəyə yetişib və canlarını əllərinə alıb zülmün qabağında dayanıblar. Biz onların ailələri və həyat yoldaşları olaraq bu zülm və ədalətsizliyin qabağında onları tək qoymayacağıq. Və bugündən biz də onlar kimi bu etisaba qatılıb canlarımızla onların səsi olacaq. Yaşasın azadlıq, yaşasın ədalət, yaşasın Azərbaycan. İki anamız da vardı, zəhmət olmasa onları da qoyuz. Mənim bir gün Səlam əziz millətimizə. Mənim bir günah deyirəm, 3 ildir uşağımla aparıb salıblar zindana. Ac vastus saxlayırlar, soğuk damlarda saxlayırlar. Sizdən xahiş edirəm, himayət edin mənim balamla. Bir də varımızdır, zəhmət olmasa onu da. Mən Vədud Əsədinin xalasıyam. Vədud Əsədi, Tahir Nəqəvi bu gün 22 gündür acdılar zülm döşündə, zülm qabağında. Mərdum, siz onların səsi olun, siz onlara kömək edin. Zülm döşündə onlar acdılar orada. Bəli, dəyərli dostlarımız, dəyərli soydaşlarımız, gördüyünüz kimi ilk olaraq Əbdüləzim Əzimi Qədim cənablarının evin zindanından qısa və kəsilmiş mesajını
aldıq, oxuduq ki, demək ki, bu rejim nə qədər öz içində darmadağın vəziyyətdə və qanun, kural, hüquq, hər şey tamamilə darmadağın vəziyyətdə dağılıbdır və ancaq fərdlərin, şəxsilərin iradəsinə və fərdlərin, şəxsilərin həvəsinə qalıbdır bu məmləkət. Ondan sonra demək ki, Nəyyirə xanım nəqəbini eşitdik və Tahir Nəqəbinin qəhrəman bacısı ki, elan etdilər, biz də etisaba əl vuracağıq və vurdular da bunu. Daha doğrusu hər kəs də bilir, bir neçə gün bundan öncədən bu işi başlayıblar. Və sonra Zəhra Əsədini, Zəhrapur Əsədini demək ki, indi Vədud Əsədinin həyat yoldaşını eşitdik, gördük və o da ailəsinin və həyat yoldaşının demək ki, bu etirazına qatılıb və o da aclıq aksiyasına başlayıbdı evdə. Nəyyirə Nəqəbi ilə Zəhra Əsədin ikisinin də bir gündə başlaması bunu göstərmiş olur ki, bütün ailələrimiz, bütün demək ki, məhbuslarla əlaqədə olan və əlaqədə olmayan insanlarımız hamısı ədalətin və haqqın, hüququn yanında olmaq üçün zaman, məkan bilmirlər və daha doğrusu Azərbaycanın milli haqlarını müdafiə etmək üçün, evlatlarımızın haqlarını müdafiə etmək üçün hər halükarda bu savaşa, bu dirənişə qatılmış vəziyyətdədirlər və Tahir Nəqəbinin anasını o gözəl səsi ilə, o məlik səsi ilə və ana səsi ilə eşitdik və gördük və yenə Vədud Əsədinin xalasını eşitdik. Əzizlər, durum vəziyyət hər gün getdikcə ağırlaşmaqdadır və bu rejim qəddarlığı ilə artıq dünyanın da gözünü demək ki, çıxarmaqdadır. 286 edam bir ayın içində. Yəni, geçən ayın raporu, BMT-nin raporu, BMT-nin 3-cü idarəsinin demək ki, raporu və orada olan bu raporistin ya bu demək ki, raporun məsulü olan Maysatu elan edib ki, İran rejimi artıq bütün insan haqlarını tamamilə əyak altına qoyubdur və açıq aydıncasına İran rejimi insanlıqla savaş elan edibdir. Və bu BMT-nin ümumiyyətlə yeni qətnaməsinə müncər oldu və nəticə etibarilə bunu göstərmiş olur ki, bu rejim hər gün 10 nəfəri keçən ayın içində edam edibdir. Yəni, hər daha doğrusu deyək, əgər 10 nəfər olursa, hər saatına, hər 90 dəqiqəyə bir edam düşür. Və bu dünyada yeni bir rekord, dünyada yeni bir daha doğrusu cəlladlıq əlamətidir ki, rejim göstərməkdədir. Əziz soydaşlarımız, eyni zamanda xəbər aldığımız əsasda bizim başqa məhbuslarımız da çox ağır vəziyyətdə və durumdadılar və onların da vəziyyəti Vədud Əsəddən, ondan sonra Əzimi Qədimdən və Nəqəbidən də çox xoş deyil. Ümumiyyətlə, baxmayaraq ki, bu əzizlərimiz qeydədilər, aclıq aksiyasında ölüm orucu tutublar. O əzizlərimiz də çox ağır vəziyyətdə və durumdadılar. Və yenə aldığımız son xəbərə əsasən 4 gün bundan qabaq demək ki, Abbas bəyli Saniyə izin vermişlər ailəsi ilə bir dəqiqəlik danışsın və o 4 gün bundan öncədən tamamilə irtibatını kəsiblər ailəsi ilə. Hal-hazırda
bütün zindanlarımız hamısı demək ki zindandadırlar və 4 dəyərli bu müdafiəyə qalxan zindanlarımız da Abbas Lisani, Əli Xeyricu, Yusuf Kari və Behzad Dəşti də 209-cu bəndidə saxlanılırlar və heç türlü demək ki eşi ilə təmasa izin vermirlər. Tahir Nəqəvinin icarəlik bağını ki ailəsi oradan özlərinin demək ki ailə ehtiyaclarını təmin etmək üçün əkin filan behman bitirdilər, belə deyək, əkib bitirdilər. Onu da təftişə alıblar və rejim ona da əl qoymaq ərəfəsindədir. Yəni bir türlü çalışırlar ki, bütün imkanları bu əzizlərimizin əlindən almış olsunlar. Və belə bir əsnada daha doğrusu rejimin cəllatcasına Azərbaycana baxışı davam etməkdədir. Qarabağımız tamamilə yanmaqda, Qarabağımızın meşələri yanır. Demək ki, Nəmnək, Hirkan, Dizmar həndəvərlərinin ümumiyyətlə meşələri tamamilə yanmaqda və halen də qığılcımları vardı. Baxmayaraq ki, demək ki 4 gün davam edən bu yanğına rejim Tehrandan tamamən baxdı və zaman-zaman bunu inkar etdi. Zaman-zaman bunu kiçik bir şeyləri elan etdi. Zaman-zaman demək olar ki, bu Nəmnək bölgəsini ümumiyyətlə bataqlıq elan etdi. Yəni heç bir şey olmaz, nigaran olmayız. Ancaq millətimiz, ancaq cəsur millətimiz bu rejimdən heç bir şey güdmədən özü beli ilə ondan sonra əlinə nə gəlirsə onunla bunu söndürməyə çalışdı. Ancaq bir tərəfdən sönüncə başqa tərəfdən məsələn 2 kilometr o yanlıq yenidən bir qığılcım, yenidən bir ot, yenidən bir alo başladı və onu söndürəndən sonra yine demək ki 2 kilometr, 1 kilometr o tərəflik yine yangınlar başladı. Bunu göstərir ki burada demək ki şəxslərin əli vardı və qışın günündə havanın sərinliyində, havanın demək ki 0 altında olmasında əlbəttə ki bir yangın üz verirsə bu yangının mütləqa və mütləqa təxribat xarakteri vardır və bunu da daha doğrusu elan edirlər. Amma elan etsinlər nə olacaqdır? Elan etsinlər nə edəcəkdir? Bu rejim hətta bir dənə helikopter verməkdən belə aciz qaldı və bir helikopter göndərdi və o helikopter də 2 dəfə getdi, gəldi və Araz suyundan demək ki su çəkincən helikopter kəmərindən qırıldı. Helikopterin əlbəttə məxzəni, su məxzəni kəmərindən qırıldı və o da demək olar ki heç bir şeyə, heç bir kara gəlmədən döndü getdi yerinə. Yəni bizim daha doğrusu millətimizə baxış, bu rejimin bizim millətimizə baxışı budur. Azərbaycan Türk millətinə baxışı budur və bunu da diqqətə almaq gərəkir. İndiyənə qədər 100 hektardan çox meşəmiz yanıbdır və bu 100 hektarın yanmasında Pezeşiyanın hələ bu günə qədər, bu dəqiqəyə qədər bir bildirisi, bir bəyaniyəsi, bir baxışı millətə olmayıbdır. Və necə ki gələn gündən etibarən bu adam vədə vermişdi, öz vədələrinin heç birinə əməl etmə cəsarətində və cürətində və iqtidarında deyil. Burada da bunu göstərmiş oldu ki, demək ki bu rejimin Azərbaycan Türk milləti ilə bu savaşında da, bu çevrə savaşında da yine biganə qaldı və biganə oturdu. Eyni bu qəziyyə ilə ki, Azərbaycan 40 milyonluq Azərbaycan Türkünün bir məktəbi, bir mədrəsəsi yox. Ancaq o tərəfdən çox qəribə bir şeydir. Daha doğrusu diqqət eləmək lazımdır ki, Simnan bilirsiniz ki, bir balaca bir bölgə, məntəqə, şəhərdir və əlbəttə ki, bu Simnanın da ümumiyyətlə
Tehrana yaxın olduğu əsas tutaraq. Demək istəyirəm ki, Mehdi Səmimiyan Simnanın fərmandarı elan edibdir ki, Simnanda bizim 30-40% yerli Simnanlı yaşamaqdadır. Diqqət ediniz dostlar. 30-40% yerli Simnanlı yaşamaqdadır və bu 30-40% yerli Simnanlı gərək öz ləhcəsində ki, Fars ləhcəsinin bir ləhcəsidir, Fars dilinin bir ləhcəsidir, gərək ləhcəsində 1-dən 6-ya qədər demək ki, təhsil alsın. Və Tehran buna sıcaq baxır. Tehran buna sıcaq baxır və bunun da zimni şəkildə icazəsini, iznini veriblər. Ancaq 40 milyon Azərbaycan Türk millətinin dili dünyanın ən zəngin dillərinin arasında olan dili, daha doğrusu hələ indiyənə qədər bu rejim tərəfindən və onun Cumhurbaşqanı tərəfindən heç himayət olunmayıb ki, heç bəlkə Cumhurbaşqanı ki, özü Azərbaycan türküdür, demək bunun qabağında qarşısında susubdur və heç bir şey də demir və deyə bilmir. Dostlar, bu qəziyyələr hamısı bunu göstərmiş olur. Qəradağımız yanmaqda, yenə davam edəcəkdir, yenə yanacaqdır. Necə keçən il 2000 yandı, külə döndü. Necə yenə bizim demək ki, keçən illərdə Xoyumuz deprem tutdu və orada insanlarımız aylarla çadırsız qaldılar. Ancaq Təbrizdən, Ərdəbildən, Urmudan millətimiz töküldü və insanlarımızı orada nəcat verdi. Yenə demək ki, biz Vərziqan depreminə şahid olduq. Bu Vərziqan depremində Azərbaycan Türk millətinin, onun dəyərli insanları, əziz Həsən bəy, rəhmətli Həsən bəy Dəmirçi kimin, Həsən Azərbaycan kimin insanlar getdilər, orada çırmalandılar və millətə demək ki, orada yardım etdilər. Ancaq oradan dönüb gələndən sonra 6 ay bunu zindana attılar. Səbəb bu idi ki, sən niyə gedib orada insanlara səs olmusan deyə bu rejimin demək ki, Azərbaycana baxışı bundan ibarətdir. Və yenə bizim Urmu gölümüz qurumaqda davam etməkdədir. Urmu gölümüz qupquru olubdur. Rejim buna görə heç bir planı, heç bir daha doğrusu bərnaməsi planı yoxdur. Pezeşkiyan gəlir Urmiya, gedir və orada yaşasın Kürdistan deyir. Muhabada demək ki, Kürdistan adı verir və yaşasın Kürdistan deyir. Orada gedir, danışır, söhbət edir və orada Zindəşti kimin baronları bayındırır və hətta Zindəşti kimin baron uşaq, çocuq demə qatili, onlara zəhər saçan, zəhər verən, zəhər tolid edən bir baron kimin gəlir bu rejim onu xəyyir elan edir və demək ki, bu haqda danışacağıq, söhbət edəcəyik. Bu məsələlərə bugünkü durumda, vəziyyətdə deyilik. Bir tərəfdən yanğınlarımız, digər tərəfdən Urmunun bu fəlakətli qurulması bütün bölgəmizin, məntəqəmizin havasını da dəyişməkdədir. Və bu havanın dəyişməsi nəticəsində Təbriz, Urmu, daha doğrusu bu gələn şəxslərlə desək, əgər 200 üzərində və ya mur ya bənəfş rəngində təhlükəli hava sahib olubdur və nəticə etibarilə diqqət ediniz, bu rejim buna qarşı nə edir, bu rejim buna qarşı nə iş görür, buna qarşı sabahları, yəni şənbə günü Təbrizin, Üskünün, Yenişəhər ya Səhəndin, Ilxıçı, Bünav, Əcəbşir, Qorqan, Tufarqan, həman Azərşəhər, Mələkan, ondan sonra deməli Lilan, Şəbistər, Sufiyan, Təsvə və ya Təsuc, Mərağa, Mərənd mədrəsələri
tamamilə bağlanıbdır və bunlara deyirlər ki, biz sizə demək ki, eğitim verəcəyik, evdən oturacağıq, eğitim görəcəksiniz və bu eğitim hansı kanaldan olacaqdır? Şad şəbəkəsindən sizə biz eğitim verəcəyik. Və bu məsələ, bu hadisələr bunu göstərmiş olur ki, bizim demək ki, başqa niyyət, başqa əzizlərimiz çarəmiz yoxdur. Azərbaycan milli dövlətinin yaranması, Azərbaycan milli dövlətinin dərhal demək ki, ortaya gəlməsi, istiqlaliyyətimiz, bağımsızlığımız macəramdır. Biz buna qaldıqca, bu dövlətçiliyimizin həsrətini çəkdikcə, bu rejim, bu cəllad rejim daha doğrusu bizim millətimizin axırına gəlib çatacaqdır. Mənim zamanım burada bitdi, zamanımdan da çox keçibdir. Hər halükarda sizə can sağlığı arzu edirəm. İnşallah ki, gələn görüşlərimizə qədər, gələn görüşlərimizdən öncə bunu da deyim, ayın 26-sında Azərbaycanın milli qəhrəmanı Kazımxan Quşçunun demək ki, vəfatının il dönümü idi. Və buradan da bu böyük qəhrəmanımızı sayğı ilə anırıq, sayğı ilə onun xatirəsini, onun gələcəkdə nə qədər Azərbaycan üçün önəmli bir şəxsiyyət olduğunu demək ki, millətimizin gəncliyi biləcəkdir. O, Səttarxan qədər, Bağırxan qədər və hətta onlardan ötəsində böyük bir qəhrəmandır. Bunu unutmayaq. Qəhrəmanlarımıza biz sahib çıxmalıyıq və bu qəhrəmanlarımızın birisi də Kazımxan Quşçudur. Sağ və salamat qalın.